Ortaq səbəb. Düşünürəm ki, Tanrının mövcudluğu və təbiəti haqqında edəcəyim mübahisələrə gələcək reaksiyaları kifayət qədər tolerant şəkildə cavablayıram. Oxucunun seçdiyim mövzu qarşısında hər hansısa qeyri-ciddilik yaxud iynələmə ilə qarşılaşmayacağına zəmanət verirəm. Bu səbəbdən qurduğum plan əsasında irəliləməyi düşünürəm. Həmin planda hansısa şübhə və ya süni düşüncəyə yer yoxdur. Sözlər onlara yüklədiyimiz mənalar daxilində və hər kəsin bildiyi qətilik, açıqlıq, həmçinin həssaslıq ilə seçilib. Tanrının mənası məsələsinə gəlincə isə onun yaradan, idarə edən, bütün canlıları qoruyan güc və varlıq olduğu həqiqətindən başqa deyiləsi bir sözüm yoxdur. Canlıları idarə edən, onlara həyat verən güc və varlıq haqqında digərlərinin etdiyindən daha artığını nə göstərəcəm, nə də sübut edəcəm. Şuur və iradənin mənbəyinə enmək üçün Tanrının üzündəki örtüyü açmaq bir yana qalsın, şuur, iradə və orqanlar arasındakı əlaqəni belə göstərməyə qadir deyiləm. Bunu etməyə cəhd göstərmiş və məğlub olmamış bircə filosof belə yoxdur. Ancaq mənim etmək istədiyim iki şey var. Əvvəla, adına Tanrı deməkdən başqa məna verə bilmədiyimiz tək varlığın və ya canlılara həyat verən tək yaradanın, tək gücün olması həqiqətini müasir elmin bacarığından daha yaxşı sübut edə bilərəm. İkincisi, bu ulu varlığın sübutu üçün daha öncəliklərdən artığına qadirəm. Amma özümə və digərlərinə əlçatanlıq olaraq dəyərləndirildikdə fikirlərimin daha əvvəlki araşdırmalarda yazılmış olması mümkündür. Bu vəziyyətin çoxluq tərəfindən panteizm kimi qəbul edildiyini bilərək, tutarlı və məntiqli tərəfləri ilə uyğunsuz və absurd tərəfləri arasındakı fərqi unutmadan təkrar təhlil etməyə çalışdım. Başqa sözlə, panteizm adlı doktrinanı tədqiq edib sizə onun nə qədər anlaşılmaz və dəyərsiz olduğunu göstərəcəm. Daha sonra mövcudluğuna şübhə olunmayan Tanrını, həmin varlığı ifadə edəcəm. İnsan övladının Tanrının bənzəri olaraq yaradıldığını, onun var olan bütün xarakterlərini özündə cəmləşdirdiyini, yaşayan hər canlıda, insanda, bitkidə, heyvanda mövcud olduğunu və bədənlərimizin Tanrının ruhunun məbədləri olduğunu göstərəcəm. O varlığını yaratdıqlarının içinə qatan, onlarla böyüyən, onlarla yaşayan, hərəkət edən, onlardan olandır. Onlar ondan, o isə onlardandır. Onun varlığı sadəcə ata, oğul, müqəddəs ruh üçlüyündəki təklik deyil, sonsuzluq içində təklik, təklik içində sonsuzluqdur. Ağlımızın ucundan belə keçməyəcək qədər əbədiyyətə malikdir. Kainatın sərhədsizliyi qədər sonsuzdur. Dünən də, bugün də, sabah da həmişə eynidir, dəyişməyəcək. Elə görünə bilər ki, bunları kiçik məna mürəkkəbliyində deyirəm, amma tutarsız və ziddiyyətli düşüncələrim onlara məna qatmağa çalışan beyninizin süzgəcindən keçərkən xəyal və hallüsinasiya görməyinizlə yekunlaşacaq qədər ağrılı proses olmayacaq. Ətrafımızda daima gördüyümüz ətdən, sümükdən yaradılmış varlıqlar qədər açıq, aydın və rahat anlaşılan proses olacaq. Sonra isə ətrafımızdakı canlılara, hətta özümüzə baxdığımız o qaranlıq güzgülər də aydınlanacaq. Bunlarla bərabər varlığın dünya üzərindəki etik hökmranlığını necə təmin etdiyini və öz qaydalarına görə necə mükafatlandırdığını, yaxud cəzalandırdığını göstərəcəm. Bunu etdikdən sonra isə Tanrının hazırda əksəriyyət tərəfindən qəbul edilən ifadə forması ilə mənim burada açıqlayacağım və sübut edəcəyim ifadəsi arasındakı müqayisələr aparmağa çalışacağam. Son olaraq sözdə ateist və deist olanlar arasındakı fərqli kəlmələrin yardımı ilə oxucuya çatdıracağam. Tanrının varlığını qəbul edən az sayda deist varkən, dövrümüzün ən fövqəladə elm adamları belə Tanrının mövcudluğunu inkar etməyə çalışdığı üçün inanclıq halı daha az əhəmiyyətlidir.